Hamza son dostlar, ben size yeni ve son videoma hoş geldiniz. Bugün sizlerle birlikte çok halımın pis olması, tabii ki ben cümlemi tamamlamadan evvel başlıqdan da gördüğünüz gibi videonun mövzusu budur. Dostlar, ben YouTube'u bırakıram, bu sefer çok ciddiyim, addım gedər əminəm. İstədiyim, bilirəm ki, bu videoya baxan sən və bu videoya baxan 90%'i YouTube kanalı var və 4000, 3000, hətta 1000 abunədən çox belə abunəsi var, ancaq YouTube ədalətsizlik edir. Baxış, sən bu videoya baxan sən bəlkə də yəni YouTube'dan narazısan, YouTube sənin haqqını vermir, sənin əməyini vermir, istədiyin baxışı toxuya bilirsən. Mən də bunun üçün YouTube'dan gedirəm. Dostlar, mən haqqımın verilməsini tələb edirəm YouTube tərəfindən. Mən YouTube'a geri falan arzulayıram. YouTube mənim haqqımı, yəni o qədər, yəni tam 100 dərəcədə mənim haqqımı verir. Hər gün düzənli video atıram, hər gün bir video atıram. Mən hər gün 50 dənə video atası deyiləm ki, YouTube haqqımı versin. Hər gün shorts, nə bileyim, videolar paylaşam, uzun videolar paylaşam, baxışlarım almır. YouTube'un ədalətsizliyi yenə hamda olduğu kimi məndə də var. Artıq baxışlarım istədiyim qədər baxışı toplaya bilmirəm. Ona görə artıq YouTube'dan gedirəm. Bu videoyu baxırsan və mənim YouTube'dan getməyimi istəyirsən və qəşəng videolar atmağımı daha çox çalışacağımı istəyirsənsə və mənə inanırsansa bu videoyu like atın, abunə olun və yorumlara mənim motivasyonumu, mənim sevincimi qaldıracaq yorumlar yazaram. YouTube'dan getməyimin qarşısına ala bilərsiniz. Eğer bu videoya bir cümle 20 like ve 20 yorum gelse YouTube'u söyleyeceğim, Allah'ı bırakmayacağım ve sırf kendi videomu atmaya başlayacağım. Eğer bu cümle 20 like gelse, 10 like gelse, 10 yorum gelse YouTube'u bırakacağım. Ama bir cümle 20 like ve 20 yorum gelse YouTube'dan gelmeyeceğim. Hamınızı çok sevirəm, belki son videomdur, benim son daha özünü görürsünüz. Aslında elə demeyeyim də, niyə elə deyirəm ki, dostlar, bəlkə siz bu videoya 20 like attınız, 20 yorum yazdınız. İnşallah, hamınızı çox sevirəm, öpürəm, sağ olun.